Salam hər kəsə, hər birinizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Liderliyin inkişafı üzrə layihəmiz bu gün davam edir və bu yenə dəyərli bir çıxışları dinləyəcəyik sizinlə birlikdə. Bildiyiniz kimi bu layihə çərçivəsində olan bütün çıxışlar bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çıxışları top 15 liderlərimiz edir. Onlar öz təcrübəsi, öz bilikləri ilə güclü motivasiya verir bizə. Eyni zamanda bizim işimizə fərqli baxışımızı dəyişdirir və imkanlara, inkişafa həqiqətən çox gözəl bir yol açırlar. Hər dəfə bu çıxışları özümüz üçün yeni baxış nöqtəsi kimi də görürük və eyni zamanda özüm də deyərəm, hər bir çıxışda özüm üçün yeni bir şey götürürəm. Ona görə sizlər də hər hansısa bir treninqə, hər hansısa bir görüşlərə qoşulduğunuz zaman özünüz üçün bir vərəq, dəftər, ruçka götürün və bir neçə cümləni özünüz üçün qeyd edin və görəcəksiniz ki, bu sizin işinizə tam fərqli bir baxışa, yeni bir ilhama, yeni bir addıma atmağa imkan verəcəkdir. Bugün də istisna olmayacaq. Böyük məmnuniyyətlə sizi sözü Nuriyə Qəribova ötürəcəm. O, bugün bizimlə çox maraqlı bir mövzuya toxunacaq. Nuriyə, sözü sənə verməmişdən öncə xahiş edəcəm, ilk öncə özün haqqında kiçik bir qısa məlumat verəsən, daha sonra isə təlimə keçid edəcəyik. Buyur, söz sənindir. Çox sağ olun Zeynə xanım. Həqiqətən burada çıxış etmək mənim üçün çox böyük motivasiyadır əslində. Çünki normalda biz belə görüşləri keçirdirik öz komandalarımız üçün, amma başqa komandaların da burada olmağı biraz məni həyəcanlandırmır desəm yalan olar. Ona görə də ilk başda əgər ki hansısa bir həyəcanım olarsa, deyir, şərti şunda kəsim, üzr istəyirəm həyəcanıma görə və başlamaq istəyirəm. Əziz partnyorlarımız, özüm haqqında danışmaq istəyirəm. Adım Nuriyə Qəribovadır. Bəlkə bir çoxlarınız sima olaraq tanımasanız da, bir çoxlarınız məni tanıyırsınız səsimlə. Mən 7 il bundan qabaq Arifləyimə qoşulmuşam. 2019-cu ildə artıq keçid almışam, belə deyək də 8-ci ilimə. Bir dəqiqə mən burada bağlayacağım, çünki mənə zəng gəlib, mane olmasını istəmirəm. Aha. Və inanın ki, mənim Arifləyimə qoşulma tarixim o qədər maraqlıdır və hal-hazırda kimlərsə ki, etiraz ki edirlər, yoldaşım icazə vermədi, ətraf mühit bunu dedi, onu dedi. İnanın, o qədər mənə, belə deyim də, adi gəlir ki, niyə görə? Çünki mən Arifləyimə qoşularkən sadəcə bir kiçik hədiyyəyə görə qoşulmuşam. Bunu bilənlər bilir. Çünki mən evdar xanımı idim, yaşayıram Abşeron rayonu Məmmədli kəndində və bura elə bir yerdir ki, sadəcə olaraq Yanardağın ta ətəyidə belə deyək, 2-3 nəfər qonşu ilə yola çıxaraq mən bu işə başlamışam və başlayanda heç də mənə hər şey asan olmayıbdı. Və mən kiçik bir hədiyyəyə görə qoşulmuşam. Bəli, masterclass dəvət üsuluna görə sağ olsun Elnari xanım, mənim sponsorum, Məlahət xanım. Onlar bizə gəliblər, belə deyək də, üzə qulluq məhsullarının tanıtımına və bu tanıtımın içərisində sadəcə məhsulun reklamı deyil. Təbii ki, bunu hər birimiz bilirik. Burada həm də işin izahı var. Və kremləri üzümüzə çəkirik. Əslində mən orada krem maraqlandırmır, sadəcə kiçik bir hədiyyə maraqlanır. Bu da sizə bir tüyo olsun ki, yəni evlərə gedərkən bu üsuldan istifadə edə bilərsiniz. Və o qədər gözəl Elnari xanım mənə hər şeyi başa saldı. Orada danışdı, tək mənə yox, bir neçə xanım idi. Danışdı ki, sadəcə olaraq mən Elnari xanımın danışıqlarından yola çıxaraq burada böyük imkanlar olduğunu, böyük pullar olduğunu, böyük gözəl səyahətlər olduğunu dərk etdim. Və o anda elə kremin altındaca Zeynə xanım, nə yalan deyim. Mən artıq qərar vermişdim ki, mən Arifləyimə qoşulmalıyam. Və nə yaxşı ki, o qərarımı verdim. Qoşulmalıyam, amma necə qoşulmalıyam? Yoldaşa deyə bilmərəm, üzr istəyirəm böyüklərdən, çünki icazə verməyəcək və inanmayacaq. Mənə deyil, şirkətə inanmayacaq. Belə bir şirkətdə böyük uğurlar əldə edə bilər xanımlar, bəylər, fərq etmir. Və burada bu qədər imkanlar var. Buna heç kəs inanmayacaq. Amma məni inandırmağı başarmışdılar deyə mən qəti qərarlı idim ki, hə, yəni bu mənim üçün, Arifləyim mənim üçün hədir. Və qərar verdim, nə yaxşı ki başladım. 2019-cu ildə başladım. Tez bir zamanda direktor, tez bir zamanda baş direktor, tez bir zamanda qızıl direktor oldum. Rütbələrimi ard-arda təsdiqlədim və artıq mən bilirsiniz nə vaxt yoldaşımı inandırdım və böyük, belə deyək də, çətinliklərdən keçərək mən burada maaş kartına çatmışam və gizlin işləmişəm. Tam 3 ay mən gizlin işləmişəm, maaş kartına çatmışam və mən artıq balansımda olan məbləği yoldaşıma göstərəndə
ki bax, sən mənə inanmırdın. Onda da Arifliyim az saytında məbləğ asan Getdim xidmətə oraya. gedəndə belə mənim təsəvvür edin ki, atam, anam, qardaşım hamısı biri olublar, yoldaşımın sözünü deyirlər ki, yəni inanmayın, boş şeydir, bunu aldadırlar, yalan söhbətdir. Hətta asan xidmətə maaş kartı üçün gedəndə belə təsəvvür edin ki, inamsız şəkildə gedirdi. Amma mən onu inandırmağı başardım. Deməli, buradan nə nəticəyə gəlirik? Qadın istəyərsə, olmayacağı düşünür insanlar, biz onu oldura bilərik. Çünki burada elə bir boşu-boşuna biz bu şirkətdə çalışmırıq, boşu-boşuna biz burada hərəkət etmirik, günümüzü bu şirkətə sərf etmirik. Burada o qədər böyük məbləğlər var ki, Zən xanım, digər slayda bir dənə zəhmət olmasa keçək. Bunu görürsünüz. Və bunu mən boşuna düzəltməmişəm. Arifleyimdə pullar yerə tökülüb, yığmağı bacaran insanlar lazımdır deyən bir bizim liderimiz var. Bu lider kimdir? Bizim möhtəşəm təlimləri ilə həmişə bizə motivasiya vermiş Faiq müəllimdir. Və Faiq müəllimin o cümləsi, inanın ki, qulağımda sırğa olub da hər zaman ki, pullar yerə tökülüb Arifleyimdə. Bunları yığmağı bacaran insan lazımdır. Bu həqiqətən doğrudur. Çünki bir şirkət düşünün, evimizdəyik də hal-hazırda. Biz bu evimizin içindən işimizi idarə edərək dollarlarla premiyalar qazanırıq. Xarici dövlətlərə səyahətlər qazanırıq. 21 gündən bir artan gəlir qazanırıq. Nə qədər hədiyyələr qazanırıq. Bu həqiqətən o qədər möhtəşəm bir şirkətdir ki, sadəcə olaraq mən düşünürəm ki, Faiq müəllimin sözünə qüvvət, o pulları yığmağı bacaran insanlar lazımdır bizə. Və o pulları yığmaq üçün də şirkətimiz o qədər möhtəşəm alətlər verir ki, bəzən belə deyək də, mən ən az etiraz edən insanlardan biriyəm deyə düşünürəm. Bunu bilənlər bilir. Yəni, bəzən deyirlər ki, niyə səssiz qalırsan? Əslində, bu səssiz qalmaq, bilirsiniz mənə, xanımlar, bəylər, nəyin göstəricisidir? Mən sizə deyim. Qlobal bir şirkət artıq dünya bazarında 60 ildir fəaliyyət göstərir. Azərbaycanda 27 ildir fəaliyyət göstərir və bunun düşünən bir beyni var. Və nəyi harda, necə edəcəyini yaxşı bilir deyə. Bəzən etirazlarım az olur. Ona görə də mən əlimdə olanlarla işləməyi sevən bir insanam və bu da mən düşünürəm ki, uğuru gətirir. Təlimi sona qədər izləyənlər əslində konkret olaraq hesablamaları var. O hesablamalardan yola çıxaraq tez bir zamanda mən düşünürəm ki, işləməyi o şəkildə bacarsalar, istədiyi rütbələrə çatacaqlar tez bir zamanda. Və bunun üçün də hərəkət təbii ki, lazımdır. Növbəti slayda keçək bir dənə. Zeynə xanım, orada slayd getdi. Elmir müəllimi görürəm hal-hazırda. Neyini slaydı danışın da? Orada bilirsiniz hesablamalar falan var. Mən istəyirəm sizlərə konkret olaraq göstərim ki, skrin eləyib hər kəs götürsün ki, yəni artıq mənim düşündüklərim bir tərəfə, hazır olanları götürüb əllərində bir nümunə kimi istifadə edə bilsinlər. Bəli. Zeynə xanım buradadır ümumiyyətlə. Çok maraqlı sualdır. Yox, Nuriyə, hazırda Zeynə xanım yoxdur təlimdə. Çıxıb deyəsən. Onda o slayda qayıdarsınız. Bu özünüz bildiklərinizdən danışın, gələndə qayıdarsınız. Problem yoxdur. Baxın, Arifliyimdə insanlar gəlirlər, qoşulurlar, düzdürmü? Və qoşulduqda belə bir düşüncə olur onlarda ki, mən gəlmişəm, qoşulmuşam, görəsən başaracağımı, görəsən başarmayacağımı, görəsən edə biləcəmmi, edə bilməyəcəmmi, bu düşüncə hər bir kəsin beynində olur. Amma ən gözəli odur ki, biz o düşüncələrimizə yenik düşməyək və planlı şəkildə işlərimizi həll edək. Əslində bir çoxlarımız işlədiyimizi düşünürük, amma nəticəyə baxanda ortada sadəcə olaraq gündə 24 saat, 18 saat, 15 saat əlimizdə telefon var. Bundan sonraki slayda keçək Zeynə xanım. Əlimizdə telefon var, amma günümüz necə gedir? Heç bir şəkildə bilmirik ki, günümüzü necə planlamışıq, düzdürmü? Günümüzü necə keçirtmişik? Və bizim əlimizdə o qədər möhtəşəm alətlərimiz var ki, bu istər sharing app olsun, paylaşımları etmək üçün, istər Arifliyim app tətbiqi olsun, bütün işimizi idarə etməyimiz üçün, linklərin paylaşılması üçün, referal linklər və yaxud da ki, kliklənməsi mümkün olmayan, hansı ki,
bizim Instagram vardı. Orada məsəl üçün biz linkləri klik edə bilmirik. QR kodlarımız var. Onlarla biz dəvətlərimizi edə bilərik. Biznes app olsun. Mənim bütün həyatım, bütün günüm biznes app tətbiqi ilə bağlıdır. Yəni bütün işimi mən biznes app tətbiqi ilə görürəm. Çünki bu tətbiq elə bir tətbiqdir ki, burada biz rahat şəkildə hər bir şeyi həll edə bilirik. İstər yenilər olsun, istər köhnələr olsun, istər yatmışlar olsun, istər belə deyək də aktivlər, fəallar olsun. Onların hər birini çox gözəl şəkildə biz idarə edə bilirik. Bunlar haqqında, tətbiqlər haqqında onsuz da bilirsiniz ki, Bələdçi kanalında yetərincə məlumatlar var və o səbəbdən bunların içəriyinə çox giriş etməyəcəm. Amma sizlərin hər birini mən dəvət edirəm Bələdçi kanalına. Çünki Bələdçi kanalında sizin elə bir məlumat yoxdur ki, biznes applə və yaxud da digər tətbiqlərlə bağlı. Orada bildiyiniz xırda detallara qədər var və bilmədiyiniz yeniliklər olduqda biz yenidən onları çəkib həmin kanala göndəririk. Və keçid alaq digər slayda. Biraz öncə nə dedim? Plan yoxdursa, təbii ki, nəticə olmayacaq. Və biz elə bir beyində olacağıq ki, baxın, etmək istəyirəm, başarmaq istəyirəm, hər şey əldə etmək istəyirəm, amma mənim konkret bir planım yoxdur. Düşünürəm, heç bir ortaq məxrəcə gəlib çıxa bilmirəm. Fikirləşirəm, işin ortasından çıxa bilmirəm. Bu zaman nə baş verir? Slaytda da gördüyünüz kimi artıq başımı tuturam. Yəni, çünki mənim çətinliklərim var. Mən yolu hansı istiqamətə tutum gedim bilmirəm. Baxın, əsas məsələ buradan başlayır. Biz əsas məsələ buna keçid alacağıq. İnanıram ki, hər kəs super nəticə əldə edəcək bu sonda dediklərimdən. Əgər planınız varsa, mütləq bunun başqa bir variantı yoxdur ki, siz nəticə əldə edəcəksiniz. Digər nötrün Zeynə xanım, baxın, hər bir kəsin bir məqsədi var, düzdürmü? Mənim məqsədim var idi, mən məqsədim üçün çalışdım və bu məqsədim üçün çalışdığım üçün də mən tez bir zamanda o məqsədə çatdım. Biz bəzən niyə qalib gəlmirik? Gəlin bunu biraz araşdıraq. Mən hər zaman xanımlara, bəylərə təlim keçərkən deyirəm ki, bir əşyanı götürün, qoyun qarşınıza. Tutalım ki, bu əşya kataloqdur, qoymuşam qarşıma, 1 metr uzaqlığımdadır. Mən onu istəyirəm ki, o mənə gəlsin, o məndə olsun, o mənim əlimdə olsun. Amma mən hərəkət etmirəm. Mən sadəcə dayanmışam, sadəcə olaraq fikrimdən keçirdirəm ki, o kataloq mənim əlimdə olsun. Hərəkətim yoxdur. O mənə gələcəkmi? Təbii ki, gəlməyəcək. Mən nə etməliyəm? Qalxmalıyam, hərəkət etməliyəm, onu götürməliyəm. Artıq mənim məqsədim burada nə oldu? O kataloqu əlimə götürmək. İndi gəlin belə bir cümlə də istifadə edim sizlərə. Biz deyirik, Ariflame möcüzələrlə dolu bir şirkətdir. Bu həqiqətən belədir. Ariflame möcüzələrlə dolu bir şirkətdir. Amma bəzən düşünürlər ki, sadəcə olaraq qeydiyyatdan keçdik, biz artıq möcüzənin tam ortasına düşəcəyik. Belə bir şey yoxdur. Möcüzələrlə dolu şirkətdə özümüz hərəkət etməliyik, özümüz o arzularımızı, o möcüzələri özümüzə yaşatmalıyıq ki, o möcüzələri görək, o möcüzələri yaşayaq. Mən məsəl üçün evdə xanımam da, mən ali təhsilim yox, hətta natam. Bunu deməkdən mənə bəzən deyirlər demə, amma deməyi mən özümə borc bilirəm. Heç də utanmıram, heç də qısılmıram, heç də sıxılmıram. Çünki mənim kimi mən bilirəm ki, nə qədər insanlar var. Mənim kimi nə qədər xanımlar var. Hətta bəylər belə var ki, natamam təhsillidirlər. Bu o demək deyil. Onlar məktəbi yaxşı oxumayıblar, onlar pis oxuyublar, məktəbdən çıxardırılıblar. Xeyr, belə bir şey yoxdur. Məktəbdə çox qəşəng oxumuşam, mənim çox gözəl əl qabiliyyətlərim var, bunu bilənlər hər kəs bilir. Amma gəlin indi mən sizə bir şey deyim. Mən natamam orta təhsilli bir evdar xanımam. Amma mən hal-hazırda Ariflame şirkətinə qızıl direktoram və mən hal-hazırda illərlə belə deyək də gələcəyini təmin etmək üçün müəyyən məbləğlər oxumağa, müəllimlərə xərcləyən insanlardan daha çox pul qazanıram. Gəlin indi müqayisə edək. Ariflame yoxsa onlar? Ortada varam mən, amma mən bugün çox pul qazanıram və mən əgər bütün evin öhdəçiliyini öz üzərimə götürməyə hazıramsa, razıyamsa, deməli bu mənim yox, bu Ariflame gücü düzdür, mənim də gücüm var. Mən hərəkət etmişəm çünki. Amma Ariflame kimi bir şirkətdə hərəkət etmişəm. Başqa şirkətdə hərəkət etsəydim qazanardımmı? Təbiidir ki, 100% əminəm ki, qazanmayacaqdım. Yəni, bunu mən ona görə deyirəm ki, bu mənim kimi olan evdar xanımlara, natamam orta təhsilli evdar xanımlara bir dərs olsun, bir örnək olsun ki, inanın ki,
Heç nədən utanmayın, heç nədən çəkinməyin, heç bir şəkildə özünüzü qısıtlanmış hiss etməyin. Elə sizin məkanınızdır bura, elə sizin yerinizdir bura. Siz də başara bilərsiniz. Yəni əsas burada başlayır hər şey. Burada əgər başladısa, burada bitirdinsə, sən o rütbələri 100% əldə edəcəksən, o pulları 100% qazanacaqsan. Gəlin, keçək Zeynə xanım, bir dənə, buradayıq. Məqsədimizi qoyuruq ortaya. Nə olmaq istəyirik? Məsəl üçün, kim deyir, mən bu kataloq olmaq istəyirəm 15%, düzdür? Kimi deyir 18, 23 və yaxud da direktor, baş direktor. Əslində, hər birinin özünün planı var, düzdürmü? Konkret planı var. Və nə etməliyəm ki, o dərəcələrə çatım. Bizim bir alətimiz var. Bu alət hər kəsi qazandıran bir alətdir. Bu alət hansı alətdir? Bu alət Proqram Plus'dur. Və Proqram Plus elə bir alətdir ki, yəni burada BCM modelindən əvvəl deyirdik ki, bu arada bunu da deyə bilərəm. Bəzən bizim keçdiyimiz, baxın, slayda baxsanız, məqsəd var, yol var, çox da düz yol deyil, düzdür? Var, haradasa əyriliklər var. Amma başda çiçəkli yola baxın, qapıya baxın, orada məqsədimiz var. O əyri yolları, o çox da hamar olmayan yolları biz keçib yenə də məqsədimizə çatırıq. Və digər slaytda da fikir versək əgər, baxın, bəzən bizim yolumuz çox çətin olur. Bu yol bu arada mənə aiddir. Çünki orada nələr var, nələr. Orada çox fəcri şeylər var, ona görə də bu yolu ona görə hazırlamışam. Amma mən o işıqlı qapını gedib tapa bilmişəm və mənim üçün çox çətin olubdur və mənim kimi çətin olan insanlar da var ki, bax, o yolu keçməyəcək deyə bir şey yoxdur. Mütləq keçəcək, mütləq keçib o işıqlı qapını mütləq. Səsiniz Nuriyə, səs var, bağlandı. zəhmət olmasa. Səsiniz bağlandı Nuriyə xanım. Aha. Digər bir slayt da var ki, orada isə dümdüzdür hər şey. Baxın, rahat şəkildə keçən insanlar da var bu yolu. Tez bir zamanda uğura çatan insanlar da var. Yəni, fərqlidir. İnsanlar 3 qismə bölünür. Keçdiyi yollara görə. Qarşılarında hər kəsin məqsədi var. Ora çox gözəldir, çox işıqlıdır, çiçəklidir. Çünki orada çox gözəl pullar var. Və biz kim ki deyirik pul bu həyatda əl çirkidir. Mən düşünürəm ki, o əli pula çata bilməyəcək olan insanların düşüncəsidir. Çünki bu pul bizim bu həyatda 99% işlərimizi həll edən çox gözəl bir alətdir deyə düşünürəm. Və o 3 yolun üçündə də fərqli insanlar var. Rahat keçənlər, çox çətin keçənlər və belə keçənlər. Amma üçü də artıq məqsədinə çatırlar nəticəsində. Və digər slayda keçid alırıq. Digər slayda isə görürük nə var? Proqram Plus ilə sürətli böyümə. İnanın ki, o qədər gözəl alətdir ki, Proqram Plus sadəcə olaraq bunu biraz plana tökək. Bunu biraz belə deyək də, hazır bannerlər üzərində istəyirsiniz skrin eləyin götürün. Çünki inanıram ki, mən bir şey əminəm. Arifliyim Azərbaycan inkişaf edərsə, Arifliyim Azərbaycanda olan bütün partnyorlar inkişaf edərsə, Arifliyim Azərbaycan ümumiyyətlə Arifliyim bizə daha çox fürsətlər sunacaq, düzdür? Və bunun üçün də gəlin birlikdə o düşünən beyinlərimizi işə salaq və düşünək ki, yəni tək mən yox, tək o yox, tək bu yox, bütün hər kəs qazansın və bu qazanc üçün də alətimiz var ki, ondan istifadə edək. Nədir bu alət? Proqram Plus'dur. BCM modelindən əvvəl belə bir sistem var idi ki, 1-23% qrupda 7 dərəcə var. 3, 6, 9, 12, 15, 18 və 23, düzdürmü? Və BCM modelindən sonra, daha doğrusu BCM-dən sonra nə baş verdi? 7 dərəcənin sonuncu təsdiqləyənləri hər zaman pul götürdü. Bunu hər birimiz bilirik. 1-23% qrupda əgər sənin alt səviyyə fərqin yoxsa, kimlər pul götürür? Alt səviyyəsini qoruyub saxlayan o 7 nəfər. İndi gəlin, belə bir Proqram Plus'a keçək. Proqram Plus nədir? Proqram Plus isə heç kəsin qazancının heç kəsə ötürülmədiyi bir proqramdır. Digərində də ötürülmür. 150 bal bonus et, komanda bonusunu qazan, onda da ötürülmür. Hər kəs öz qazancını götürür Arifliyimdə. Tutalım ki, bir partnyorumuz olmaq istəyir, Zeynə xanım, slaydı keçək. Proqram Plus'u danışım yaxşı. 10% gəlir verir bizə. Proqram Plus 250 bal bonusla minimum olaraq şəxsi və yaxud da ki 75 plus birinci səviyyə üzvlərimizlə birlikdə biz Proqram Plus'un bal bonusunu toplayıb əlavə 10% gəlir götürə bilirik. Və bunun 500 bal bonusunu biz şəxsi olaraq yerləşdirə bilərik. Şəxsi 500 baldan gəlir bizə. Digər 500-ünü isə üzvlərdən götürə bilərik. Əgər mənim sifarişim çoxdur, tutalım ki, 500 bal yox, 600 bal edirəm. O zaman nə olacaq? Mən sadəcə 500 balın 10% gəlirini götürəcəm.
Bundan artığını götürə bilməyəcəm. Ona görə hər zaman çalışırıq ki, minimum 250 bal bonus, şəxsi və yaxud da 500 bal bonus sifarişim çox ola bilər, 500 bal bonus və digərini isə 1000 bal bonusa qədər isə üzvlərlə bərabər bu balı toplamağa çalışaq. Həqiqətən Proqram Plusda çox gözəl məbləğlər var ki, bu da bizim, baxın, tutalım ki, qoşuldum bu kataloq Proqram Plusa, növbəti kataloqda o qədər gözəl mənim endirimim olur ki, şirkətin növbəti etapda o loyallığı, 250 bal loyallığını tamamlamağım üçün mənim əlimdə artıq müəyyən məbləğ var. 250 balın məbləğini tam olaraq ödəmirəm. O pul heç kəslə bölünmür, o pul heç kəsə getmir. O sizin şəxsinizə aid puldur. İstəyir alt səviyyəniz olsun, istəyir alt səviyyəniz olmasın, fərq etmir. Gəlin indi baxaq. Kimin məqsədi 12%-dir bu kataloqda nə edə bilər? Bir hesablama aparmışam sizlər üçün. 12%'in bal bonusu bilirsiniz ki 250 daha doğrusu 1800 bal bonusdur, düzdür? Biz bütün hər kəsi dəvət edirik Proqram Plusa. Bütün Proqram Plusun üstünlüklərini onlara izah edirik. Nələr qazana bilərlər, nələr əldə edə bilərlər, biraz öncə izah etdiklərimi. Və hesablayırıq, 1800 bal bonusu bölürük 250-yə. Nə qədər elədi? 7,2. 7 nəfər deməli yetmir. Amma burada bir şey də düşünün. Bəzən yetə də bilir. Niyə? Çünki hər kəs komandada axı tək Proqram Plusla işləmir. Orada özü üçün gələnlər var, orada satış edənlər var. Sadəcə mən düzləşdirmişəm burada nəyə görə? Hər kəsə rahat başa düşsün deyə. Və deməli, əgər biz 12% olmaq istəyiriksə, nə etməliyik? Özümüz kimi şəxsi 250 bal bonus və yaxud da birinci səviyyə üzvləri ilə birlikdə 250 bal bonus yerləşdirən 8 nəfər tapmalıyıq. Bu çoxdur? Məncə çox deyil. Bu əslində çox az bir insan sayıdır və həqiqətən də tez bir zamanda 12%-a çata biləcək bir meneceriniz hazırdır. Və o meneceri, bir də mən sevmirəm nəyi, bunu deyim, insanlara hər zaman çalışıb düzgün nədirsə onu izah etməliyik. Çünki elə bir sistemdəyik ki, elə bir proqramlar var, elə bir alətlər var ki əlimizdə. Bu alətləri biz onlara zaten düzgün şəkildə izah etsək, zaten onlar pulu görsələr, onlar davamiyyətlərini qoruyacaqlar. Biz əgər düşünsək ki, ancaq mən qazanım, ancaq sponsor qazansın, alt səviyyədə nə olur olsun, sadəcə bal gəlsin. Mən həmişə deyirəm ki, heç bir zaman komandanızda olan partnyorlara, üzvlərə bar verən ağac kimi baxmayın. Bilirsiniz niyə? Çünki o bar verən ağacın özü də, yəni vaxtında sulanmalıdır, vaxtında nə bilim qulluğu edilməlidir və yaxud da ki o insanlar da o pulu görməlidir ki, onlar davamlı surətdə işləsinlər. Ona görə hər kəsə real olaraq o pulları göstərmək lazımdır. Və tutalım ki 15% olmaq istəyirik. Məqsədimiz nədir? 15% menecer olmaq. Artıq bizim 2 addımımız qalır da 18-23-ə, düzdür? Digər slaydda baxırıq ki 15% menecer olmaq üçün bizə nə lazımdır? 3000 bal bonus lazımdır. Yenə bir nəfər götürürük 250 bal bonusdan və bir nəfərin yerləşdirdiyi 250 bal bonus 3000-ə çatdırmaq istəyirik. Neçə nəfər lazımdır bizə? 12 nəfər. 3000-i bölürük 250-yə, 12 nəfər lazımdır bizə. Bu böyük sayıdır, yəni böyük insan sayıdır? Yox. Əgər ki, komandalarımızda varsa bizim en qədər insanlar, o insanları kökləmək istəyirik, bu gözəl gəlirlərə izah edirik. Bax, sənin komandanda, biznes appində bu qədər insanlar var. Bir də nəyi düzgün etmir bəzi partnyorlar? Mən dəvət etməmişəm, mən danışmayım. Onsuz mən onu tanımıram ki. Yəni bu düşüncə həqiqətən çox səhv düşüncədir. Şükürlər olsun biznes app kimi bizim alətimiz var. Tanımırsan, nömrəsini bilmirsən, sadəcə adına toxun, zəng işarəsinə toxun, nömrəsini, kontaktını al və ona çox gözəl salamlama ilə başla yaz. Nə olsun sən dəvət etməmisən? O sənin biznes appindədirsə, sən demək, o sənin deməli komandanın partnyorudur, komandanın üzvüdür. Bəlkə onu dəvət edən insan heç ona doğru düzgün şəkildə izah verə bilməyibdir. Bəlkə məlumatı azdır, bilgisi azdır, onu inandıra bilməyibdir. Deməli, burada liderin özündən də çox şey asılıdır. Bir üst sponsorun özündən də çox şey asılıdır. Komandada olan, biznes appdə gördüyünüz bütün hər kəs sizin komandanın partnyorudur. 15%-ə qalxmaq istəyirsən, bu 250 bal bonusla çalış, tez bir zamanda olacaqsan 15%, 100%. Və 18% olmaq istəyirsən, gəlin baxaq. 18%-in bal bonusu nə qədərdir? 5000 bal bonus, düzdür? 5000 bal bonusu, Zənxam, digər slayda keçək.
yenə də eyni şəkildə bölürük. Biz 250-yə nə qədər adam düşdü? 20 nəfər. Yəni 20 nəfərlə tez bir zamanda 18% olma ehtimalınız var. Ya ehtimalınız yox, 100% var. Hətta 23 belə ola bilərsiniz, hətta 20 nəfərlə. Niyə? Çünki hər kəs orada 250 bal yerləşdirmir. Orada var üzvlər, orada var özü üçün alanlar, orada var satış edənlər və hətta satış edən xanımlar belə o qədər vav nəticələr bəzən əldə edirlər ki, biz həqiqətən deyirik ki, halal olsun sənə 500, 600, 700 bal bonus edənlər belə var. Yəni düşünün bunu. Və eyni şəkildə baş menecer olmaq hər kəsin arzusudur və komandasında çoxlu baş menecerlər yetişdirmək də hər kəsin arzusudur və biz 7500 bal bonusu bölürük 250-yə neçə nəfər düşür? 30 nəfər düşür. Sizcə bu 30 nəfər çox saydır? Yəni bir qrupu böyütmək üçün, bir 23%-li qrupu çıxartmaq üçün çox say deyil. Sadəcə burada baxın, hər birimizin bildiyimiz bir şeydir bu, düzdürmü? Amma gəlin indi düşünək. Nə qədər biz bunu insanlara aşılaya bilirik, nə qədər biz bunu insanlara izah edə bilirik. Yəni, hər şey əslində bizim izahımızdan başlayır. Hər şey bizim onlara ötürməyimizdən başlayır. Mən düşünürəm ki, biz hər birimiz bu şəkildə işləsək, proqram Pilusun üstünlüklərini, özəlliklərini insanlara izah etsək, inanın ki, o qədər həm özümüz böyüyərik, həm komandamız böyüyər, həm ümumiyyətlə hər kəs böyüyə gedər və böyük vav nəticələr əldə edərik. Mən düşünürəm ki, məqsəd yönlü 30 nəfəri biz tez bir zamanda tapa bilərik və bunun üçün hərəkət etməliyik. Bizim hərəkətimiz çox zəifdir, gəlin qəbul edək. Bəzən fikirləşirik ki, niyə alınmır? Niyə alınmır sizcə? Çünki hərəkət etmirik. Hansı bir işdə atılan addım var, amma sona qədər bu arada gedilən addım var, amma ki, nəticə görməyən insan var. Mən düşünürəm ki, yoxdur. Mən elə bir ki, Arifleyimə gəldim, tez zamanda rütbələr əldə etdim, daha sonra isə komfort zonasına düşdüm, fikirləşdim ki, mən onsuz qazanıram. Hər şey var, hər şey superdir, pullar gəlir, mən güclüyəm və başladım nə etməyə? Belə də yalandan işləməyə. Amma sonra baxdım ki, mən dayandığım müddət ərzində məni gəlib keçən öz sürəti ilə insanlar var. Düşünürsünüz? Və bu məni rəqabətə salır. Və insanların rəqabət hissi əgər ki varsa, o tez bir zamanda yüksələcək. Buna əminəm. Baxın, bu paxıllıq ayrı məsələdir, rəqabət ayrı məsələdir. Durun güzgünün qarşısında, mən bunu eləyirəm bu arada və hər zaman eləyirəm bu arada, deyirəm ki, sən güclüsən. Sən heç kəsdən zəif deyilsən, sən başara bilərsən, sən edə bilərsən, sənin heç bir kəsə ehtiyacın yoxdur. Öyrən, alətlər əlinin altındadır, sayta daxil ol, orada nələr var, nələr. Təlim istəyirsən oradadır, SEO-sundan tutmuş, nə bilim, bütün təlimlərə qədər, etirazlara qədər bizim saytımızda mövcuddur. Sən hər şeyi başara bilərsən. Eyni şəkildə burada olan nə qədər adam var? 122 nəfər var. Hər kəs hər şeyi başara bilər. Hər kəs. Yəni, düşünməyin. Mən bir tək videoya görə gəlmişəm. Baxın, Arifleyimə. Gülay xanımın videosunu Elnarə xanım sağ olsun mənə göstəribdi. Mən düşünmüşəm ki, Gülay xanım haradasa yaşı 60-dan yuxarı idi, səhv etmirəmsə o zaman. Bilmirəm, Şamaxı Palası idi, haraydı, qazanmışdılar. O ağappaq pastelin üstünə bir uzandı. Belə video çəkirlər də. O qədər emosiya ilə, o qədər həvəsli şəkildə. Mən sadəcə dedim ki, o başarıbsa mən də başara bilərəm. Eyni şəkildə sizlər. Onlar başarıbsa, sizlər də başara bilərsiniz. Bizlər başarmışıqsa hər kəs başara bilər. Yəni, burada nə torpil var, nə kimisə qabağa çəkən kimsə var. Yeganə şirkətdir ki, 60 yox, 50 Gülay xanım. İndi olsun, indi 60 yaşınız yaxşı, bəlkə də var, bilmirəm, yox, olmaz. 50 neçə var onda. Bəlkə də çoxdur. Hər halda Gülay xanım, sizə də buradan təşəkkür edirəm ki, həqiqətən çox möhtəşəm bir videodur. Kaş ki, o video çıxa bilərdi, sizlərə göstərərdik. Mən o video məni ruhlandırıbdır ki, sən də başararsan. Yəni, işinizdən möhkəm yapışın. O qədər alətlərimiz var. Baxın, hal-hazırda nə alətlərimiz var? 49 azenlik sifariş eləşdir. Bir dəfəlik dostlarını dəvət elə, filan şeyi qazansınlar. Sən bu alətlərdən istifadə et. Fikirləşmə ki, görəsən sabah şirkət mənə nə qoyacaq? Görəsən şirkət sabah nə qoydu? Əlimizdə biz çünki o düşüncələri düşünsək, sabaha düşünsək, bu günümüzü itirdik. Başa düşürsünüz? Bu günümüz getdi hədər yerə və kataloqumuzda 21 gündür. Bu müddəti biz hədər yerə itirmiş oluruq.
Əlimizdə var olanı mütləq dəyərləndirməliyik. Və Proqram Plus, yenə deyirəm, əgər möhtəşəm yeniliklər istəyiriksə, möhtəşəm dərəcələr istəyiriksə və biz mütləq Proqram Plusla işləməliyik. Və əmin olun ki, bütün hər kəsi buna kökləsək, bölünməyən pullara kökləsək, bu pulların heç bir kəslə bölünmür. Bunu izah etsək, nəinki qızıl, nəinki baş qızıl, nəinki sapfir, nəinki brilyant, çox gözəl rütbələr əldə edərik. Düşünün, olmaq istəyirsiniz, tutalım ki, deyirəm də, baş qızıl. 3 ayrı qrup lazımdır da sizə. 30, 90 nəfər, 250 bal bonus. Getdi, getdi. Bu qədər əslində sadə bir düsturdur. Sadəcə gözümüzdə çox böyüdürük. Həqiqətən gözümüzdə çox böyüdürük və bilgi. Mən düşünürəm ki, bilgi də çox önəmlidir və mütləq bilgilənməliyik. Mənə, misal üçün, Natelli xanımı görürəm, onu deyirəm. Gəlibdir, məni işə dəvət edir və Natelli xanıma suallar verirəm, o mənim suallarımı cavablandıra bilmir. Mən nə deyəcəm? Bu heç mənim sualıma cavab verə bilmir. Yəni, o zaman nə etməliyəm? Bilgili insan axtarmalıyam. Çalışın, hər birimiz, içə özüm qalışıq. Bilgilənək ki, qarşımızdakı insanlar bizə sual verərkən biz gözümüzü döyüb baxmayaq. Onu inandırmağı bacaraq və onlar bizə dərhal hə desinlər. Yəni, bu qədər, nə qədər danışdım? 1 saat yarımdır, yoxsa? Yox, 40 dəqiqədir danışıram. Kimisə sualı varsa verə bilər, çünki bilirəm ki, danışsam, danışa gedəcəm. Buyurun, sualları olan versin. Çox sağ ol Nuriyə. Həqiqətən çox gözəl təlim keçdi. Çox motivasiya dolu təlimdir. Səni dinləmək hər zaman çox gözəldir. İnsana belə bir güc gəlir ki, həqiqətən mən də edəcəm, mən niyə etməməliyəm? Bax, bunu çox gözəl ötürə bilirsən. Çox sağ ol. Çox sağ olun. Həqiqətən sadədir əslində düsturumuz, Sevil xanım. Çox sadədir. Bir dənə bunu işləsək, inanın ki, çox gözəl şeylər əldə edərik. Həqiqətən təşəkkür edirəm. Gözəl, motivasiya dolu bir təlim oldu. Əslində suala ehtiyac yoxdur. Sadəcə sual deməzdim. Nuriyə xanım, mümkün deyil ki, kimsə desin ki, mən heç vaxt motivasiyadan düşmədim, ruhdan düşmədim. Yəni, hər kəsdə bir anda olsa bu olur. Yəni, kəs də ana bilməz ki, mən yox, motivasiyadan düşmədim. Düzdür. Bəlkə mənim qədər arxivimi sevən ikinci bir insanı tanımıram. Zəfər xanım bunu çox gözəl bilir. Həyatımı arxivimi adamışam, belə deyim. Komandalarımı adamışam və o şəkildə böyütmüşəm. Nuriyə xanım, siz misal o anlarda özünüzə hansı enerjini ötürürsünüz, hansı motivasiyanı ötürürsünüz? Misal, mən özümlə danışıram ki, mən güclüyəm, mən heç vaxt motivasiyadan düşməməliyəm və yaxud da ki, mən sevmirəm həyatımda baş verən hər hansı bir hadisəni, problemi işimə qatım. Yəni, məndə bu ayrıdır. Çünki niyə? Bir problemi həll edib, düşünürəm ki, bunu həll edəcəm, sonra qaydacam arxivim olmayacaq o zaman. Yəni, həqiqətən də liderlər də olmayacaq, məsləhətçilər də olmayacaq. Çünki mənim başım problemə qarışdısa, mən bir komanda rəhbəriyəmsə, mümkün deyil mənim komandamın qalması. Çünki bəzən komandalar rəhbərdən ruh alır da, bunu deyim. Motivasiyadan düşəndə özünü necə motivasiya eləyir, necə o enerjini, məsələn, mən qəmginəmsə komandaya necə enerji ötürə bilərəm, necə o özünü motivasiya edir və komandaya rəhbərlik edir. Mən özüm bunu... Çünki mən... Sevil xanım, kim desə ki, motivasiyadan düşmürəm, yalan olar. Evet. Çünki biz insanıq, biz dəmirdən deyilik. Nə olsun ki, biz qızıl direktoruq, qızıl deyilik, insanıq, ətdənik. Biz də motivasiyadan düşürük. Amma mən heç bir zaman bunu komandaya ötürmə kimi bir şansım yoxdur. Mən yorğun da ola bilərəm, mən üzgün də ola bilərəm. Bu yaxınlarda elə bu barədə mən danışdım liderlərlə. Deyirəm ki, səhər tezdən dururam, telefonu alıram əlimə. Bir də baxıram ki, mən girmişəm TikToka, çevirə gedirəm. Baxın, özümə bilirsiniz nə deyirəm? Sən neynirsən? Sən neynirsən? Nə iş görürsən? Yəni mən bu son zamanlarda nə edirəm sizə deyim. Düşdüyüm vaxtlar olubdu. Amma onu heç zaman bildirmirəm komandaya. Mən özümü itələməyi bacaran insanam. Mən özümə təkan verməyi bacaran insanam. Mən özümü zorla işlətməyi bacaran insanam. Başa düşürsünüz? Mən hər zaman deyirəm ki, mən dursam, məni arxadan itələyəcək heç kəs yoxdur. O mən olmalıyam. Başa düşürsünüz? Və səhər dururam. Bir də bəzən olurdu ki, təlimlər keçirdim. Baxırdım, qrupda səs gəlmir. Ay Allah, elə əsəb keçirdirdim, elə qara hərflərlə yazırdım ki, qrupda passivləri çıxardacam, reaksiya verməyənləri çıxardacam. Sonra düşündüm ki,
Burada ən böyük səhvi mən edirəm. Mən heç kəsdən heç nə gözləməməliyəm. Qrupa səhər tezdən durub motivasiyanı da özüm verməliyəm, səsləri də özüm atmalıyam. Daha sonra məlumatları da özüm verim. Oxumurlar, oxumasınlar. Bu sənin işindir. Et. Paylaşmırlar məhsul, paylaşmasınlar. Sən et. Dəvət eləmirlər, eləməsinlər. Sən et. Bir zaman gələcək ki, onlar sənin sürətinlə enerji alacaqlar və başlayacaqlar işləməyə. Mən özüm də passiv olduğum zamanlarda özümü itələyirəm. Yəni mən bunu komandaya ötürmürəm. Düzdür, bəzi məsəl üçün partnyorlar, üzvlər yox, liderlər var ki, onlardan yaxınam. Mən onlara şəxsi də deyə bilərəm enerjimin sönüklüyünü. Amma komandaya ötürmə kimi bir şansım yoxdur. Mən özümü hər zaman dirçəldirəm. Niyə? Çünki mənim Allah bütün balaları qorusun. Allah bütün hər kəsin evində hər zaman şadlıq nəsib etsin də. Üzr istəyirəm. Mənim 2 övladım var. Qızımın artıq 17 yaşı var, oğlumun artıq 15 yaşı var və mən onlar üçün nələrsə etməliyəm. Başa düşürsünüz? Mən onların gələcəyi üçün nələrsə etməliyəm. Və bunu sadəcə yoldaşımın qazancı ilə təmin etməyim hal-hazırda mümkün deyil. Niyə görə? Düzdür, şükür Allaha, qəşəng qazanır yoldaşım. Amma tək əldən heç zaman səs çıxmır. Əgər biz onları düşünürüksə, uşaqları düşünürüksə, onların gələcəyini düşünürüksə, ailədə yumruq olmalıyıq ki, gələcək üçün nəsə edək. Və bunu da mən ancaq düşünürəm ki, Arifliyimlə etməliyəm. Və Arifliyimdə passivləşib oturmağıma, yəni mənim haqqım yoxdur. Mən özümü dirçəltməliyəm. Mən özümə təkan verməliyəm. Mən o sönüklüyü heç kəsə göstərməməliyəm. Heç bir zaman. Bəzən elə olub ki, Allah hamd olsun, bax bunu burada deyirəm. Yəqin ki, hiss edirsiniz, yəni mən biraz aşırı səmimi insanım. Yəni bu məncə olsun, yəni çox qabığımıza çəkilmək də bir şey deyil. Nə ehtiyac var deyə düşünürəm. Bəzən elə olur ki, təlim keçirəm. Əslində orada ağladığım vaxt olur, amma mən özümü toparlayıram. Elə səs atıram ki, bunu kənardakı insan hiss eləməsin. Çünki heç kəsə maraqlı deyil mənim gözümdən axan yaş. Heç kəsə maraqlı deyil. O bəlkə həmin an mənlə üzülə bilər, mənim dərdimə şərik ola bilər, amma telefonu bağlayandan sonra o artıq öz evindədir, hər şey superdir, Nuriyə unudulacaq. Deməli, özümüz nə ediriksə özümüz etməliyik. Özümüzü itələməliyik, özümüzü qabağa çəkməliyik, dayanmamalıyıq, heç kəsdən heç nə gözləməməliyik ki, uğur əldə edə bilək. Çox sağ olun. Bildiz Nuriyə xanım, bir sözlə deyim ki, insanı özündə sevməyi bacarmalıdır. Bəzən həyatda heç vaxt düşünmək lazım deyil ki, səni kimlərsə, kimin üçüncə yaşamaq deyil də, özün üçün də yaşamaq da var. Arifemin ən gözəl yönü odur ki, sənin özünə dəyər verməni sənə burada göstərir ki, sən dəyərlisən. İstər o verdiyi səyahətlər olsun, istər səhnədə qazandığın hər hansı bir uğur zaman sənə etdiyi mükafatlar olsun. Yəni, sənin özünün dəyərli olduğunu o qədər gözəl hiss etdirir. Və bugünkü təlimdə biz nəyə gördük? İnsan öyrəndiyini bölüşdüyü zaman daha çox, o deyəri bölüşərək çoxalırıq. Biz nə zaman böyüyə bilərik? Sadəcə özüm bildiyim özümə qaldığı zaman deyil. Biz bilgilərimizi insanlar arasında bölüşdürdüyümüz zaman daha çox uğura gedə bilərik. Çox gözəl təlim idi Nuriyə xanım. Biz onsuz da öyrənmişik sizin təlimlərinizə. Amma bugün burada bütün Azərbaycan, Arifliyim Azərbaycandan bir insan belə sizin bu təlimdən, bizim komandadan olmayan insanlar belə örnək alırsa, hər hansı bir onlar nəsə motivasiya alsa, bu o qədər gözəl bir faktdır ki, çünki biz üçün önəmli olan Arifliyim Azərbaycanın inkişafıdır. Və bugün bu şirkətin etdiyi bu təlimlərin o qədər gözəl yönü var. Biz fərqli insanların fərqli təlimlərini dinləyirik. Sağ olsun Zəminə xanım hər gün bizə təlim keçir. Amma bəzən elə bir şey ola bilər ki, fərqli bir liderin təlimindən götürdüyün hər hansı bir söz belə səni motivasiya edə bilər. Yəni, həyat gözəldir, həyatda yalnız mən hər zaman dediyim tək bir şey var. Mənə Arifliyim onu göstərdi ki, sən özün dəyərlisən. Düzdür, evladım üçün də hər şey edirəm. Sağ olsun ki, mən Arifliyimlə qazancım sayəsində evlatlarımın hər ikisinin əlində bugün bahalı bir telefon işlədirlərsə, yəni sırf mənim orada qazandığım pulun sayəsində aldığımdır. Yəni bugün Evdar xanımın hər biri bunu bacara bilər. Düşünməyin ki, mən dediyim tək bir şey var. İstər yaşadığın bölgələrdən asılı olmayaraq. Sən Bakıda da yaşaya bilərsən, Ucqar bir kətdə də yaşaya bilərsən, bölgələrdə də yaşaya bilərsən. Əgər sənin məqsədin varsa, sənin qarşını kəsəcək heç bir qüvvə yoxdur. Sən işləmək istəyirsənsə, bu işləyəsən. Həqiqətən də belədir.
Sadəcə tək bir şey lazımdır ki, insanın beynində o düşüncəni yetirmək ki, sən bacarmalısan, səndən başqa bir şansın yoxdur. Əgər bu qədər insan bacarırsa, təhsilin önəmi yox, yaşadığın bölgənin önəmi yox. Ən önəmlisi odur. Bax, insanın üçün əsas dəyər budur ki, burada dayısı olmayan yeganə iş sistemidir. Sənin özünün gücün olmasa, yəni sən gəl burada sənə bu faiz dərəcəsi heç bir zaman insan o zaman uğur qazanmır. İnsanın özünün, o mən həmişə dediyim tək bir şey var. Dırnaqları ilə o belə qazıya çıxdığı 3% olsun, 12% olsun çox önəmlidir. Sən çünki o faiz dərəcəsinə özün gəlmisən. Mümkün deyilmi? Mümkündür. Hər zaman dediyimiz tək bir şey var. Bugün burada danışan Nuriyə xanım olsun, digər liderlər olsun, hər kəs 0% dərəcəsindən gəlib bura. Heç kəs birdən-birə hər hansı bir dərəcəyə gəlib çatmayıb. Sən sıfırdaysansa, düşünmə ki, mən bu dərəcəyə çata bilmərəm. Əgər onlar çatıbsa, sən də çata bilərsən. Sadəcə buradakı yönü düzgün şəkildə tutub işləmək lazımdır. Çox sağ olun, təşəkkür ediyorum. Onsuz da biz hər gün sizdən motivasiya alırıq. Amma bugün də bir daha bir gözəl oldu motivasiyanız. Siz sağ olun Tovuz xanım, Allah razı olsun. Nuriyə Çıxış etdi xanım. bu arada Ağcabədi liderimiz Tovuz xanım. Allah Nuriyə köməyin xanım, çox olsun. sağ Allah olun. bizi Çox yerə görə gözəl versin. təlim keçirdiniz. Bu bizim hər Çox sağ birimiz üçün gözəl bir təlim oldu Nuriyə xanım. Mən də sizi Siz kimi sağ olun. qızım, Arifleyimə o qədərə bağlanmışam ki, Arifleyim elə bilirəm mənim həyatımdır. Qrupda qızlara məsləhət görürəm, zakaz vurun. Birdən deyirlər yox, deyirəm eyb yoxdur, sən vurma, ancaq mən vuracam. Mən axtaracam, mən yazdıracam. Sizin bugünkü motivasiyanız o qədərə gözəl bir motivasiya oldu Nuriyə xanım. Həmişə sağ olun. uğurlarınız bol olsun. Bütün xanımlar, kaş sizin bu təliminizə qulaq asandan sonra elə mənim şəxsi öz qrupumdakı xanımların hamısı qrupa qayıdıb gözəl nəticələrlə İnşallah. Arifleyim də həmişə irəli getsinlər. Çox sağ olun qızım, minnətdarım. Siz sağ olun Ziyafət xanım, Allah razı olsun. Mən də bütün komandamız adından, bütün Arifleyim Azərbaycan adından, komandamızın dəyərli top lideri Nuriyə xanıma təşəkkür eləmək istəyirəm. İlk növbədə can sağlığı arzu edirəm sizə Nuriyə xanım. Can Çox sağ olun. sağlığı hər bir şeydən önəmlidir. Ailənizdə firavanlıq olsun həmişə. Və Arifleyim Amin. belə deyək də, bunlar olandan sonra siz rahatlıqla Arifleyimdə uğurlar qazana biləcəksiniz. Bu potensial sizdə var, çox güclüdür. Hətta ən yüksək zirvələrə layiq bir lidersiniz. Çox gözəl də Sağ olun. təlim keçdiniz. Əla, təşəkkür edirik hər kəsin adına. Siz Sağ sağ olun. olun. Siz sağ olun Zəminə xanım, Allah razı olsun. Belə. Sağ Yəqin olun ki, xoş Nuriyə. oldu sizlərə. Hər birinizə çox sağ Arifleyimə ol deyirəm. sevirəm çünki çox gözəl cəmiyyətdir və biz bu cəmiyyətin üzvləri olduğumuz üçün həqiqətən çox xoşbəxtəm. Sizləri Bəli. tanıdığım üçün də çox xoşdum. İnşallah Çox sağ olun. daha çox böyüyək, daha genişlənək. Necə deyirlər, Zoom-a bir müraciət eləyək ki, bizə minlərlə qoşulma lazımdır. Hər birinizə uğurlar, çox sağ olun. Çox sağ olun. Növbəti görüşümüz Rəqsanə Məhmudova olacaq. Aktivlik. Necə deyirlər, təqvimdə qeyd edin və mütləq qoşulun. Sağ olun. Sağ olun.